Akşamınız xeyrə davam etsin, hörmətli xanımlar və cənablar. M Group Production, White Media və dünya şöhrəti Endemol Shine sizə burada Azərbaycanda dünya şöhrətli Davam ya Tamam şousunu təqdim edir. Biz ATV telekanalındayıq. Hər bazar ertəsi 22:00-dan etibarən qarşınıza gəlirik. Akşamınız xeyir olsun. Əziz dostlar, bildiyiniz kimi Davam ya Tamam şousu pulla bağlıdır. Hər gələn pulla gedir. Geçen həftə bir nəfəri şoumuzun ilk oyuncu iştirakçısını yola saldıq, 50 dolu yola saldıq. Almaz xanım 5010 manat kazanıp şoumuzda tamam dedi. Doğru bir adım attı. Ona göre ki sonradan da araştırdık. Gördük ki oyunu devam etseydi o zaman yalnız 20 manatla şovdan gidecekti. Vaktinde tamam dedi ve şovdan 5010 manat kazandı. Bir kart teklifini kabul etti ve bizim bütün uduşlarımızın zemanetli teminatçısı Kapital Bank sayesinde değerli teşekkürler Kapital Bank'a ve hatırladıram ki Kapital Bank her zaman Azerbaycan vətəndaşları için çalışır. En geniş filial şəbəkəsiyle beraber ve hatırladıram ki Kapital Bank'ın 24 saat faaliyet gösteren 196 nümerəsinə istənilən məlumata əldə edə bilərsiniz və ya www.kapitalbank.az internet səhifəsində ətraflı məlumatlar. Minnətdarıq, çox sağ olun. Əziz dostlar, hörmətli tamaşaçılar, hörmətli iştirakçılar, gəlin bir daha bizim iştirakçılardan tanış olaq. Hatırladıram ki, Almaz xanım şovumuzu terk etti ve bizim seçimlere göre yerini yeni bir iştirakçı tuttu. Artık onun yerinde diğer iştirakçı dayanır ve bir gelin bizim dostlarla, iştirakçılarla tanış olalım. 9 nömrəli çantanın sahibi bugün Murat. 8 rəqəmini üzündə təsvir etmeye çalışan İsmail. Yeni iştirakçımız Kamran. Nihat Hanım 7 nömrəli keyisin sahibi. Bugün 12 nömrəyle beraber keyiz sahibi Ruslan. Alkışlarınızla. Göre 18 nömrəsi ona uğur getireceğim yoksa yok. Afa 18 nömrəli keyisin sahibi. Lady in Red 5 nömrəli keyisin sahibi Pervin. Terlan çok senteneli giyindi. 24 nömrəli keyisin sahibi Terlan. Sevinç'le ben düşünürüm ki hazırda 3 nömrəli keyisin sahibi Sevinç. 22 nömrəli keyisin sahibi Savalan. Birazca yorgun görsen ümidvarım ki düşünür. O yine de düşünür. 17 nömrəli keyisin sahibi Serane Khan. Ekber 8 deve babası. Ekber bizimle beraberdi. 13 nömrəli keyisin sahibi Gülistan Hanım güzel görsende bizimle beraberdi. 2 nömrəli keyiz bugün rahimdedir. Birinci keyiz, birinci iştirakçımız ve güzel Şehla Hanım bizimle beraberdi. Çok maraklı ve artık eminim ki öz tamaşaçılara kazanmış Firuz bizimle beraberdi. Hoş gördük. Çok məntiqli adımlarla geçen şovdan seçilen Güzel Gülnar bizimle beraber 6 nömrəli keyiz. İntuisiyaların ünvanı bu şəxsdə. Natiq 15 nömrəli keyiz. Uba 21 nömrəli keyiz karşınızda
20 nömrəli keys ardıcıl elə Vüsalda. Vüsal, xoş gördük. Oo. Günel qarşınızda gəlir 14 nömrəli keys və Günel də çox məntiqli, maraqlı addımlar atır. Fəraim 10 nömrə. Futbolda bu liderlər, kapitanlar nömrəsidir. 4. Ziba xanım. Ziba xanım bugün çox sevindirib bizim hamımızı. 19 nömrəli keysin sahibi Mülkədar. Əziz dostlar, hörmətli televiziya tamaşaçıları, qısaca olaraq bir daha qaydalar haqqında sizə məlumat verim. Qaydalarımız çox sadədir, çox asandır və o qədər də mürəkkəb deyil düşündüyünüz qədər. Yaxınlaşıram bir daha bizim pul ağacımıza. Bizim pul ağacımızda gördüyünüz kimi şoumuzun əsas pul uduş hədiyəsi gəlsin rica edərdim. 30.000 manat. 30.000 manat. Bu məbləği bugün sizlərdən biri qazana bilər. 30.000 manat düz 1 manata qədər müvafiq olaraq müxtəlif xanalara bölünüb və sizin çantalarınızda, bir daha xatırladıram, bu qaydalardır, çantalarınızda fərdi olaraq siz bilmədiyiniz şəkildə, yəni bizim iştirakçılar bilmir kimin çantasında hansı məbləğ var. Məhz bizim xüsusi prodüser qrupu bunu paylaşdırır, bağlayır, möhürləndirir və qarşınıza gətirir. İştirakçılar fərdi olaraq istədiyi keysi götürüb keçirlər öz yerlərinə. Hansı çantada, hansı pulun olmasını heç mən özüm də bilmirəm. İnanın ki, bilmirəm. Sonradan bugün olduğu kimi, necə ki, dünən vardı, bugün də belə olacaq. Bizim Latatron biz stop deyəndə bir iştirakçını seçir. Və o iştirakçı şouda iştirak edib bu gecənin, bu şounun oyuncusudur. Qalib gələcək və uduzacaq, davam ya tamam deyəcək, bilmirəm. Sizinlə bərabər görəcəyik. Gəlin Latatronu işlədək və Latatronda stop deyəndə iştirakçımızın sıra nömrəsi göstərəcək. Xatırladıram ki, Latatronda 1-dən 24-ə qədər, yəni bizim iştirakçılarımızın keysləri üzərində olan rəqəmlər hallanır. Buyurun. Əkbər müəllim, stop deyin. Stop. 10 nömrə. 10-cu keysin sahibi kimdir? Fəraim! Fəraim! Əziz dostlar! Fəraim, xoş gördük. Axşamınız xeyir olsun. Nə edək? Sizin gecənizdir. Keysinizi götürün, çantanızı götürün, gəlin mənim yanıma. Alqışlayaq Fəraimi. Axşamınız xeyir olsun. Xoş gördük, buyurun. Mən sizə bir balaca sir açım, hörmətli dostlar, hörmətli tamaşaçılar. Biz ilk heyətlə toplananda, ilkin sınaq oyunlarında bu gözəl iştirakçılardan soruşanda ki, hansınız gələcəksiniz oynamağa, yəni bir sınaqçı. Elə Fəraim qaldırdı əlini. Birinci ilə sınaq oyunları Fəraimlə bərabər keçdi. Ona görə də Fəraim digərlərdən daha yaxşı bilir burada dayanmaq nə deməkdir. Xoş gördük Fəraim. Çox sağ ol, əlaqəsi. Fəraim, mən istərdim ki, bax burada 10 nömrəli keys sizə uğur gətirsin. Çox istərdim. İnşallah. Bu keysdə olan məbləğ nə siz bilirsiniz, nə mən bilirəm, nə hörmətli bizim iştirakçılar, nə əlbəttə ki, tamaşaçılar bilmir. Amma burada olan, keysdə olan məbləğ sizin əsas uduşunuzdur. Bir daha xatırladıram ki, pul ağacında 1 manatdan 30.000 manata qədər məbləğdə pullar var. Bu gecə siz həyəcan dolu, ola bilsin əsəb dolu, ola bilsin nə bilim sevinç dolu bir anlar yaşayacaqsınız. Hazırsınız yoxsa yox? Təbii ki. Hər zaman belə anlarda indi kimsə yanında gələnlər olur, dəstəkçi. Bu zalda sizinlə gələn bir dostlarınız, yaxınlarınız varmı? Bəli, qardaşım Polad buradadır. Qardaşınız, gəlin görün bura, gəlin bir sizi də görək. Xoş gördük. Adınız? Adım Polad. Polad. Polad, xoş gördük. Sizi bax, o 10 nömrəli keys bilmirəm. Uğur gətirəcək sizin qardaşınıza yoxsa yox. Sizcə 1 manatdan 30.000 manata qədər məbləğ, hansı məbləğ var burada? Orada 10.000 manat var. 10.000 manat var. Tək olsun.
Onda o zaman uğurlar size ve ümid varam ki xüsusi bir sualımız gelecekse. Biz şovumuza başlayırıq və xatırladıram ki, Fəraim bugün sizin keyslərinizi seçib, xahiş edəcək ki, açasınız. Fəraim, uşaqların hamıyla tanışdınız, uşaqların Bəli, hamıyla yaxşı münasibətləriniz var, artıq inamınız da var birinizə, etibar edirsiniz hardasa, dostluq münasibətləriniz bağlıdır. Buyurun, Başlayaq. buyurun, ilk addımınızı atın və görə hansı çantadan başlayın? 12. 12 nömrəli keys, elə mənim yadımdadır ki, xüsusi qeydiyyat anketində soruşanda ki, Fəraimdən hansı rəqəmi seçirsiniz o vaxtı? 12. 12 rəqəmi, sevdiyiniz rəqəmdir. 12 rəqəmin bu gecəki sahibi Ruslan. Axşamınız xeyir Ruslan. Axşamınız xeyir, necəsiz? Fərayimə uğurlar arzulayıram. Murad, belə bir şey demək istədim. Bugün elə səhər tezlənən Firuz mənə dedi ki, bəs yuxumu qarışdırmışam. Yuxuda görürəm ki, Fərayim uduzur. Uduzu. Bəli. Necə uduzur? Öz 10 nömrəsini seçərək, son onu saxlasa. Mən də deyirəm, bəs yuxuda tərsinə olur. Sonra elə uşaqlarla müzakirə elədiyinəcə mən də məsləhət görürəm ki, açırsa açsın bunu, sadəcə axırda onu dəyişsin. Ruslan, mən sadəcə xatırladım bizim hörmətli tamaşaçılara ki, şovumuzun qaydalarına görə sonda 2 keys qalanda iştirakçının elə bir hüququ var ki, öz keysini qalan o keyslə dəyişdirsin. Amma yenə də xatırladıram ki, uduş yalnız iştirakçının öz keysindədir, öz çantasındadır. Yəni sonda qalanda, 2 keys qalanda dəyişə bilər, amma uduş yenə də buradadır. Bəli. Böyük məbləğdə olsa, balaca məbləğ olsa hər halda buradadır. O zaman 12 və ya digər bir çanta 12 olsun. Olsun. Əlbəttə burada bir məntiq falan, bir intuisiyadır. Hörmətli tamaşaçılar, xatırladıram ki, iştirakçılar bax bu bizim pul ağacımızın sol budağında. Bu bir az məhsuldar budağından məbləğlər çıxanda sevinirlər. Ona görə ki, daha böyük məbləğlər sona qalmaq ehtimalı çoxdur, yəni uduşun daha böyük olmaq ehtimalı çoxdur. Sağ tərəfdən çıxanda biraz məyus olurlar. Adətən belədir şovumuzda. Mən Buyurun. məsləhət görürəm, açılmasın. Amma Ruslan məsləhət görə açılmasın. Bəli. Bəli, Firuz, Firuz. 23 nömrəli çantanın sahibi. Mən deyərdim ki, son günlərdə Şəhla xanımla Fəraim çox yaxın münasibətlərdilər, yəni dost münasibətindədirlər. Mən istəyərdim Şəhla xanım da bizə bir məsləhət, bir böyük kimi bizə bir... Bir nömrəli keysin sahibi Şəhla xanım. Firuz məsləhət gördü ki, sizdən məsləhət alın. Gör nə gözəl dostluq yaranır. Gör Murad müəllim, yəni dostun həmişə dosta ehtiyacı var. Bir ani olaraq da hər ikisindən birini deyərdim ki, əgər Ruslan deyir açılmasın mənim qutum. Elə dediniz də? Bəli, bəli. Açılmasın. Fəran, sən nə deyirsən, necə istəyirsən? Fəraim deyib də sözünü Mən deyirəm, deməmişəm. açılmasın. Fəraim sözlü deyil. Əgər Ruslan deyirsə mənim açılmasın qutum, elə gəl sən 23-ü aç. Şəhla xanım, Mən belə məsləhət mən ümidvaram ki, Haçan Salatatron sizi də seçəcək. Siz də rahat burada öz siyasətinizi yürüdər. Amma burada Fəraim deyib yazıq. Deyir ki, 12 nömrəli çantanı açın. Hamı deyir ki, yox, açmasın. Fəraim, bəlkə doğrudan da olar. Yuxunu Düz da deyirlər. görən Firuzdur. Yaxşı, vaxtımız azdır. 12 olsun. Dəqiq. Dəqiq. 12 nömrəli çanta açılır, diqqət. İlk çanta açılır bu gecə. Ruslan açır. $300 manat. 300 manat. Bəli. Sevinməyə dəyər. Sevinməyə dəyər. Buyurun. Fəraim, növbəti addımınız. Təşəkkürlər Ruslan, çox sağ olun. Buyurun. Pərvin xanım 5. Pərvin, axşamınız xeyir olsun Pərvin. Axşamınız xeyir olsun. Necəsiniz? Şükür Allah, yaxşıyam. Yaxşısınız. Çox gözəl görsəniz bugün. Minnətdaram. Amma Bəs- qorxuram açmağa. Qorxma. Mənim xoşuma gəldi o tərəf. Qorxuram aşağı. Qorxma. Bəli, bir dəqiqə, yeni gələn Kamran nə?
Kamran xoş gördük, axşamınız xeyir olsun. Axşamınız xeyir, xoş gördük. Uğurlar arzulayıram hər birinizə. 5 nömrəli çanta barəsində bir məlumat vermək istəyərdim o barədəki. Maraqlıdır. 5 nömrəli çanta seçiləndə, bir Latatron kimi seçiləndə mən fikirləşdim ki, Pərvin xanım 5 nömrələri seçəcək. Heç bilmirdim. Sadəcə baxıram, fikirləşirəm, 5 nömrə çıxacaq. Aha. Sonra istədim fikrimi dəyişim, 14-ə. Dedim, yox, yenə 5 qalsın. 5 qaldı, Pərvin xanım açdı kağızı və orada 5 nömrə. Belə bir hadisə olub və bilmirəm, yaxşılığa da pisədir. Mənim ad günüm ayın 5-i, saat 5-də doğulmuşam. Yəni deyirsiniz ki, çanta sizin olmalıdır, Pərvin götürdü onu. Yox, demək Yəni istəyirəm sizin ki, hiss fikrinizə. elədim ki, 5 nömrədə nəsə var. Mən Nəsə tamaşaçılarımıza da- böyük bir məbləğ var. Kamran ehtimal edir ki, orada böyük bir məbləğ var. Hər halda komanda kömək eləmək istəyir də. Hərə ürəyində olan deyir ki, bəs səhv etməsin. Seçiminiz 5. dəqiq 5. Kişi sözünü dedə Dəqiq. tutarlı getdi də. Uğurlar olsun. Uğurlar olsun. Pərvin, buyurun açın keysi görək. 5 nömrəli keysdə hansı məbləğ pul var? O. Üç bin. Oho. Belə. 300 manat, 3000 növbəti attım məntiqə görə 30 bin olmalıdır, hə? 30 bin açılmalıdır. O Doğru, zaman yenə vaxt də. itirməyək. Buyurun. Xatırladıram ki, bizdə bir zəng də gəlməlidir. Amma o zəng hələ var. Natiq 15. 15 nömrəli keysin sahibi Natiq. Axşamınız xeyir olsun əzizim, xoş gördük. Axşamınız xeyir. Hamınızı Necəsiniz? salamlayıram. Sağ ol, çox sağ ol. Hər şey yaxşıdır. Keçən şoumuza baxan iştirakçılar bilir, amma bilməyənlərə xatırladıram ki, bugün təqaüddə olsa da Natiq uzun illər hüquq mühafizə orqanlarını işləyib. Həmişə deyirəm ki, polislərin intuisiyası həmişə yüksək olmalıdır. Yüksəkdir hər halda. Natiq, nə deyir ürəyiniz? Ürəyim valla, mənim sevimli nömrəmdir 5. Amma bu 15-dir. Fərahimə valla, Fərahim elə gülər üzlə çox pozitiv insandır. Yəni, az müddətdə hamının hörmətini qazanmış oğlandır. Ona ancaq bu oyunda ancaq ən aşağı məbləği arzulayıram buradan çıxmağa. Mənim çamadanımdan çıxmağa. Amma ki, yenə də bu 5 nömrə mənim özümə uğurludur. Bax, fikirləş. Nə deməkdir? Yəni sizcə orada böyük bir məbləğ pul var, az bir məbləğ pul? Bu gün fikirləşə bilmirəm bura, böyük Bu yox. günləri çaşdırır. Yəni, bir özüm rəqəmi üçün fikirləşərdim ki, burada- Natiqi biraz çaşdırır. Mənə uğurludur, mənə uğurlu. Yəni necə seçsəydim mənə uğurlu, amma sənin üçün bilmirəm. Nə bilim. Bəlkə Fərayim. saxlayaq. Biraz şübhələnirəm. Keçən həftə Almaz xanım üçün şübhələnmərəm, arxayın dedim. Tək 5 idi. Amma bu gün nəsə ürəyim belə fikirləşdim ki, saxlayaq. Biraz sonra açarıq. 19. 19. Mülkədar. Axşamınız xeyir olsun əzizim. Axşamınız xeyir olsun. Bəli. Fərayim, salamlayıram səni qardaş. Məncə 1 ya 2 qutu sonra mənə gəl. Çünki əmin deyiləm. Keçən həftə çox böyük bir məbləğ açmışdım. Məncə qərar sənindir. Aç desən açaram, problem deyil. Amma Aç. Aç. qəti qərarındır. Mən bir daha xatırladıram ki, o kilit mühür açılandan sonra siz artıq qərarınızı dəyişə bilmirsiniz. Diqqətlə gəlin baxaq. Hamımız bu dəqiqə diqqətimiz mülkədarda 19 nömrəli keysdə olan məbləğ Neçə? Polad ən çox alqışlayanlardan. Polad deyəsən Anlayışı yoxdur. qaydaları bilmir əzizim. 20 min getdi. 20 min getdi. Fərahimi gülməyinə baxma, əsəbdən deyə gülür. 20 min itdi. Bəlkə də Polad ona alqışlayır ki, bəlkə 30 min hələ ortalıqda var. Ortada hələ 30 min məbləğdə 10 min pul var, var, ola bilsin 15 ki, min əlbəttə. var. Davam edək o zaman. 3. 3 nömrəli keys və 3 nömrəli keysin sahibi Sevinç xanım. Axşamınız xeyir olsun.
Axşamınız xeyir, mən də hər kəsi salamlayıram. Biraz qorxuram. Senin için ne değil yüreğiniz? Mülkədar dedi ki, axı mülkədar 2 şovdu artıq. Bütün iştirakçılar deyir ki, valla mənə qulaq asın. Axı mənə qulaq, mən hiss edir də kişi. Valla deyir ki, bu mən sizlik deyil. Biraz da gecikərdi, biraz gec atardı addımını. Qulaq assan yoxdur, hər halda. Sizin Fərayimdə vəziyyətiniz- var, düzdür, inciməsin. Həmişə öz dediyini eləyir. Amma məncə yenə fikirləşəsən bir... Mən qorxuram. Qorxmayın. Qorxmayın. Açım. 3 nömrəli ki, Sevinç xanım qərar verildi deyəsən, hə? Açıram. Burada nələr baş verir və yaxşı tapındıdır, 400 manat. Əziz dostlar, həqiqətən də bugün biraz əsər, əziyyət, biraz həyəcan dolu bir gecə olacaq. Pozitiv və rahat görsənsə də mən onun yanındayım, bu müəyyən gərginliyi hiss edirəm. İnsan şoya qatılıb, özü sahibkardır. Sahibkara digərlərindən daha çox lazımdır pullar, hə? İşləri daha yaxşı geçsin deyə. Amma Fərayim, məyus olmağa dəyməz. Ona görə ki, ortada hələ yaxşı pullar var. 30 bin var, 15 bin var, 10 bin manat var. 3-5 manat da ortadadır. Hər halda 1 manatdan aşağı pul qazanmayacağız. Əziz dostlar, mən xatırladıram ki, şoumuza dəstək olanlar sırasında bizim dostlarımız və çox etibarlı bir mobil operator Baksel. Getdiyiniz hər bir yerdə yüksək sürətli internetdən istədiyiniz kimi faydalanın. Bunun üçün ölkəmizin ilk mobil operatoru Baksel sizə sürət data kart təqdim edir. Sürət data kartla əsl limitsiz internet üçün ayda cəmi 12 manat ödəyirik. Və xatırladıram ki, hər çıxan iştirakçı üçün Bakselin xüsusi bir hədiyyəsi var və bu hədiyyədə də mütləq şəkildə siz bu sürətli data kartı əldə edirsiniz, yəni sizə hədiyyə olunur. Bakselə dərin təşəkkürümüz bildiririk. Bütün rabitəmiz və əlaqələrimiz Bakselin sayəsində. Çox sağ olsunlar. Davam edin. Fərayim, hazırsınızsa davam edək. Buyurun, növbəti çanta və kim açacaq, hansı məbləğ pul çıxacaq? Bütün zal həyəcan içindədir. Hamı, burada əyləşən hər bir şəxs həyəcan içindədir. 11. 11. Əkbər müəllim. Yadımdadır ki, sorğu sualda o vaxtı suallarımızda cavab verərkən sizin də uğurlu rəqəminiz məhz 12 idi, səhv eləmirəm. Bu dəqiqə 11 nömrəli çanta sizdədir. Sizcə hansı məbləğdən söhbət gedə bilər sizin çantanızda? Mənə elə gəlir ki, aşağıdır. Aşağı məbləğ. O zaman qərarınız 11 nömrə. 11. Aç. Açın. Bütün studiyamız həyəcan içində. 200 manat. Əkbər müəllim bir 200 manatdan söhbət. Əkbər müəllim çox sağ olun. Çox sağ ol. Əkbər müəllim təşəkkür edirik. Çox maraqlı bir tapıntı idi. Bizim üçün çox sağ olun. Buyurun, seçiminiz. 6. 6. Oho, Gülnar. Gülnar, xoş gördük sizi. Xoş gördük. Necəsiniz Gülnar? Çox sağ olun, yaxşıyam. Yaxşıdır. Uğurlar diləyirəm Fərahimə. Aha. Keçən dəfə Almaz xanıma məsləhət verəndə nəsə içimə dolmuşdu ki, mənim çantamda məbləğ yüksəkdir. Çünki Bəli. demişdim o çantanı özüm üçün seçmişəm. Bu dəfə çantanı mənə püşkatma verib. Amma 6 mənim üçün uğurlu rəqəmdir. Böyük məbləğdən şübhələnmirəm açığı. Aha. Heç 30 min olacağına da inanmıram. Aha. Amma indi ki Fərahim 200, 300, 400 bu yüzlüklərdən yapışıb. Elə kaş elə 100 də burada ola. Niyə də yox? Kaş elə Gəlin burada ola. onda o zaman 6 mı? 6. Gülnara inanmaq olar məncə. 6. 6 nömrəli ki Gülnar. Gəlin, Ay. gəlin
Gelin. Bir dakika. Gelin reklamlardan sonra baxaq görək. 6 nömrəli кейsdə hansı məbləğ gizlənib? Tamam. Tamam Soğusuda ATV'də və biz hal-hazırda Fəraimlə oynayırıq bu şoumuzu, bu gecəmizi, bu oyunumuz Fəraimlə bərabərdir. Artıq bir neçə çanta açıldı. Reklamlara ayrılmışıq. Reklamdan öncə Gülnar sizin çantanızı seçdi. Keçən dəfə şouda siz çox dəqiq bir məlumat verdiniz və dediyiniz də elə onun təxmini çıxdı. Ən azından keçən dəfəki günahımı yumaq istəyirəm. O zaman bugün də təxmin edirsiniz ki, məbləğ o qədər yüksək deyil. Düzü özüm üçün çox riskli addımdır. Bu dəfə də mən böyük məbləğ çıxarsam yəqin ki, iştirakçılar artıq məni həmişə axıra saxlayacaqlar ki. Amma hər halda məbləğ sizin nə yüksəkdir. taxsınız var? Buyurun. Amma nəsə rahatam. Rahat. Fəraim, siz rahat olasınız. Yəni qərar sizindir. 6 nömrə. Buyurun. Diqqət. Oo, 500 manat. Oo, bu məncə çox gözəl bir addımdır və çox gözəl. Gülnara təşəkkürlər düşür məncə bu arada. Yüzlüyünə qədər müəyyən eləmişdim. Xatırladıram ki, bizə olan bir kart təklifi gəlir Kapital Bank adından. Bəli. Təşəkkür edirəm. Təşəkkürəm. 660 manat. Bəli, təşəkkür edirəm. Əziz dostlar, xatırladıram ki, məhz bizim sponsorumuz Kapital Bank sayəsində bizim bir kart təklifimiz var. Müxtəlif bir oyunun müxtəlif anlarında telefon zəngi gəlir və Kapital Bank istəmir ki, bu şoudan məyus olur, az bir uduşla şounu tərk edəsiniz və ara sıra sizə bu oyunu dayandırıb zəmanətli nağd pul vermək təklifi ilə çıxış edir. Bu dəqiqə nağd pul təklifi 660 manatdır. Bu təklifə nə deyirsiniz? Oyuna davam ya tamam. Biləsiniz ki, təklifi qəbul etsəniz, o zaman oyuna tamam. Təklifi qəbul etməsəz, Davam. Təşəkkürlər bir kart. Bir kart təklifinə təşəkkür edirik, amma oyuna davam deyirik. Fəraim, o zaman seçin. Seçin görün necədir vəziyyət və 2. 2 nömrəli keys. 2 nömrəli keysin bugünkü, bu gecəki sahibi gözəl Rahib müəllim. Xoş gördük. Axşamınız xeyir. Necəsiz Rahib müəllim? Çox sağ ol, Fəraim. Ötən oyunda məndə 9 nömrə idi. Mən Almaz xanıma görə çox özüm pərt oldum. 30 bini birdən-birə çıxartdım. Bəli. Amma ümid edirəm ki, bu dəfə sənə bəxtin gətirər. Bəlkə yenə bir ehtiyat eləyib, başqa bir rəqəmə selib sonra mı gələsən? Hardasa 1-2 dənəsindən sonra. Bax, yenə ehtiyat. Yəni, ötən dəfə məndə 30 min çıxdı. Yəni, mən yenə sənə görə ehtiyat edirəm. Yəni, 1-2 oyundan, 1-2 nəfər, 1-2 keysdən sonra mı gələsən? Az. Qəti qərar. Bu çantada olan məbləği biz biləcəyik, siz qərar versəniz. Açsın və ya Az. 2 nömrəli keysi xahiş edirik açasınız. Rahim müəllim. İnşallah 1000-dən aşağı olur. Nədir? 7500 manat hal-hazırda
Elə bildiniz 750 manat. Hə. Mən xəbərdarlıq elədim. Ehtiyat 1-2 nəfərdən sonra. Amma Rahim müəllim deyirdi ki, bəlkə daxildə hardasa belə bir Hə, məndə daxili elə bir hissiyat səs oldu yüksəkdir. ki, istəmədim belə böyük rəqəmə birdən. Belə ki, mən Rahim müəllimin özündən soruşaq. Növbəti keys hansı olsun? İcazə versəydiniz. Polad? Polad. Polad. Polad, qoy yaxınlaşıb bir dəqiqə. Polad bizim iştirakçımız Fəraimin qardaşıdır. 2 qardaşıdır. Amma buna baxmayaraq sözünə inanır. Polad. Biz özümüz Cəllabadlıq. 15 də Cəllabad istəyirəm Cəllabad açılsın. 15 Cəlibad nə? Cəllabad nömrəsi istəyirəm Cəllabad açılsın. Nə yaxşı, sağ ol. Bu nəqliyyat vasitələrini verilən nömrələr sırasında. 15 Cəlibaddır, mən Hə, bilmirəm. Cəlilabadda. Əla, seriya nömrəsi 15. Elə Cəlilabada buradan salamlar söyləyirik. Bütün studiyamızda Cəlilabadda yaşayan bütün gözəl insanlara. Natiq, nə fikirləşirsiniz? Necə? Nə fikirləşirsiniz? Nə qədər məbləğ pul ola bilər? Birincisi Cəllabada öz salamlarımı göndərirəm, Cəllabadlara. Bunu nə bilim, keysin içine mən qoymamışam ki o miqdarı. Bu çantada Nə çıxsa hansı məni məbləğ olduğunu günahlandırma. heç kim bilmir bu studiyada. Ona görə də bəxtə-bəxt. Açsın yoxsa yox? Açsın. Açsın, Natiq. Amma Buyurun. hər halda ürəklə açıram. Ancaq sənə xoş təəssüratlar arzulayıram. Hı. 2500 manat. Mən Hər halda mən düşünürəm ki, böyük məbləğ ən əsas uduş hələ də buradadır. Bu şoudadır. Bəlkə də bu çantadadır. Niyə də yox? 9, 8, 16, 7, 18, 24, 22, 17, 13, 1, 23, 21, 20, 14, 4. Bütün bu çantalar hələ qarşıdadır. Növbəti çanta. İsmail 8. Axşam xeyir. Axşamınız xeyir İsmail. Fərəm axşam xeyir. Uğurlar diləyirəm, amma məncə bunu heç açma. Yəni heç. İstəsən hazıram. Amma mənim intuisiyama inanırsansa məncə heç açma. Heç açma, yəni ehtimal var ki 30 bin manat elə oradadır. Yəni mənim ürəyimə elə damıb ki, burada çox yüksək məbləğ var. Yəni yüksək bu dəqiqə sizcə 15 binə qədər yoxsa 15 bindən yuxarı? Qorxuram ki, ən yüksək məbləğ elə 30 bin. Sən Yenə də ehtimal da Fərəm, istəmirəm. yadınızdadır ki bu ehtimallardır. Heç kim dəqiq bilmir. 7 olsun. 7 olsun. 7 nömrəli çanta. Zinət xanım, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Həyəcan dərəcəsi, gərginlik dərəcəsi saniyə-saniyə artır. Çox. Gəlin diqqətlə baxaq və qərar verək. İsmail hər halda öz fikrini təsdiqlədi, dedi ki, ehtimal var ki, məndə böyük məbləğdir. Fərayim addımını dəyişdi. 7 nömrəli keys. Qərarınız Zinət xanım, açın. Fərayim, uğurlar arzulayıram sənə, arzu edirəm istədiyi məbləğə nail olasan. Açıram. $2000 manat. Yaxşıdır. 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 Narahat olma. Yaxşıdır. Fərayim, gəlin belə bir analiz edək vəziyyəti. Mümkün qədər anlayaq. Vəziyyət nə yerdədir bu dəqiqəyə? Bu dəqiqə vəziyyət onun yerdədir ki, əlbəttə bizim məhsuldar budağımızdan, pul ağacımızın məhsuldar budağından daha az məbləğlər qalıb. Amma kifayət qədər böyük məbləğlər hələ oyundadır. Bu 4000 manat, 5000 manat, 10.000 manat, 15.000 manat və ən böyük hədiyyəmiz olan 30.000 manat hələ də oyundadır. Yəni ehtimal var ki,
bu məbləğlər hələ oyundadır və sizin qarşınıza ən sonda çıxmaq ehtimalı yüksəkdir. 1, 3, 5, 10, 20, 50, 100 əlbəttə təklifi gözləyəcək, amma təklifdən öncə sizə bir çantada açmaq məsləhət görürəm. Buyurun. Məhz bu seçimdən sonra biz bir kart təklifini eşidəcəyik. 14. 14. Güney, axşamınız xeyir. Özü idmançıdır, peşəkar, pilates üzrə mütəxəssisdir, məşqçidir. Hər halda sağlam bir ruhlu insandır. Bu sağlam ruhunuz bugün nə deyir sizə? Bugün oyuna baxanda çox da ürək açan bir mənzərə görmürəm. Əslində ən kiçik rəqəmlər durur hələ ki, açılmayıb. Mən çox güman edirəm ki, burada kiçik rəqəmlərdən biri var. Hətta ən kiçik rəqəmlərdən. Yəni sizcə bu kiçik rəqəmdən söhbət gedir. Niyə də yox? Məncə 100 manatdan yuxarı olacaq buradakı rəqəm. Çox ümidvaram ki, ürəyimin səsi məni yanıltmaz. Günel belə düşünür. Siz necə düşünürsünüz Fərayim? Fərayim o pozitiv, o enerjili, o deyib gələn Fərayimdən heç də qalmıyor. Fikir verirsiniz? Fərayim, bütün Azərbaycan, bilirəm ki, Fərayim də o çalışdığı Sədərət Ticarət Mərkəzidir, səhv eləməmsin. Bax, orada da bütün sənin dostların, bütün orada gəlib alış-veriş etdiyin adamlar. Fərayim keçən verişdə bizə dedi ki, onun dükanı var, kişi geyimlərindən alış-veriş edir və bilirəm ki, orada gəlib gedən insana hamısını bu dəqiqə ürəyi, istəyi səyinlə bərabərdir. O pulu qazanasın, böyük bir məbləğ qazanasın, amma qərar yenə də sənindir. Kim nə deyir desin, hamımız ehtimalı da təxmin edə bilərik, amma qərar sənindir. Açılsın yoxsa yox? Açılsın. Günel xanım, açın əzizim, açın görək orada hansı məbləğdən söhbət gedir. Diqqət. 750 manat. Əla. Məncə Günel də Çox sağ ol. çox sağ olsun bugün bəli, bir kart təklifi gəlir. Bəli, alo. Təşəkkür edirəm. Sizə gələn məyus olmayasınız deyə 950 manat bu dəqiqə nağd verilə bilər. Bir kart təklifi məhz 950 manatdan ibarətdir bu dəqiqəyə. Davam ya tamam? Oyuna davam ya tamam? Davam! Əla. Davamdırsa qoy davam olsun. Mən bilirəm ki, bu dəqiqə nə qədər əsəbi və gərgin olsanız da, eyni zamanda siz özünüz də başa düşürsünüz ki, yalnız bəxt məsələsidir. Bəli. Hamı burada dayanan insanlar sizə yalnız yaxşılıq istəyir. Hamı sizə azadkeşlikdir. Xatırladıram ki, bu yeganə şoudur ki, bəlkə də dünyada yeganə televiziya şousudur ki, burada heç kimin pulunu qazanmır. Hərə öz pulunu qazanır. Hərə öz bəxti ilə oyuna girir və əziz dostlar, bu arada məncə ən gözəl bir məsələ insanın ruh sağlamlığıdır, can sağlamlığıdır və bu arada bizim ən gözəl bizə bu işdə dəstək olan uzun illər ərzində İstanbulda və Ankara'da artıq fəaliyyət göstərən Liv Hospital'da, İstanbul'un Liv Hospital'ı, Ankara, Türkiye'nin Liv Hospital'ı ki həqiqətən də çox gözəl, müasir, fərdi, peşəkar və ən yüksək dərəcəli tibbi xidmət göstərir bütün dünya sakinlərinə, bütün dünya vətəndaşlarına. Müxtəlif ölkələrdən gəlirlər İstanbul'a, Ankara'ya, məhz Liv Hospital'da müəyyən bir müalicələr keçmək üçün, onların həkimlərindən görüşmək üçün bizim gözəl bir şansımız var ki, Liv Hospital'ın dalıca getmək lazımdır. Liv Hospital'ın ən gözəl şəxsi nümayəndəsi bugün bizimlə bərabərdir. Nuranə xanım Əliyeva buradadır. Nuranə xanım, xoş geldiniz. Necəsiniz? Nuranə xanım uzun illərdir ki, Türkiyədə yaşayır, orada çalışır. Həm yerlimizdir, həm vətənimizdir. Amma orada olarkən siz hətta var mısın, yok musun? Şousuna baxmışsınız.
Bəli, təbii ki. İştirak eləməmisiz heç vaxt verilişlərdə? Bugün Fəraimin vəziyyəti müəyyən dərəcədə gərgindir, görürsünüz ki, pul ağacımızda da belədir. Amma Live Hospital ilk birdən tək maşallah sağlamdır, gözəl. Live Hospital bizə nə təklif edir? Bilirəm ki, bugün Nuranə xanım xüsusi bir təkliflə gəlib, xüsusi bir hədiyyə ilə gəlib. Öncəliklə iştirakçımıza uğurlar arzu edirəm. Sağlam mübarizə arzu edirəm. Və şoumuzu tərk edən hər yarışmacımıza Live Hospital'ın xüsusi bir endirim kartı təklif edir və bu endirim kartla check-uplarda, ambulator müayinələrdə Live Hospital'da gəlib keçə bilərlər. Təşəkkür edirəm. Bu çox gözəl bir hədiyyədir, minnətdarıq. Xüsusi bir endirim kartı məhz xüsusi bir insanlar üçün Live Hospital'dan gəlir. Mən sizə uğurlar arzulayıram. Ümidvaram ki, siz də bizimlə bərabər olacaqsınız. Nuray xanım, işdə siz Fəraimin yerində olsaydı, növbəti hansı çantaya məsləhət görərsiniz? 23 deyərdim. Nədən 23? Bəlkə bu yarışmada logika çox işə yaramır, bilmirəm amma çünki yüksək rəqəmlər aşağı, yəni rəqəmlərdə çıxdı. Bəlkə 23-də 1 və ya 3 və ya 5 vardır, bilmirəm. Hər halda bir fikirdir. Mən də istəyərəm ki, xanım əgər istəyərsə, qoy elə 23 olsun. Bu xanım və onun təqdim etdiyi təşkilat, bunlar peşəkar həkimlərdir. Onlara o işdə etibar edin. Qərar yerinə teziniz verin. Nuranə xanım, dərin təşəkkürümüzü bildirir. İstanbul'a qucaq dolu salamlar, Ankara'ya qucaq dolu salamlar. Bütün həkim heyətinizə, dostlarımıza uğurlar olsun. Live Hospital, təşəkkürlər. Nuranə Əliyeva, minnətdarım. Fəraim. Nuranə xanım 23 dedi amma qərar sənindir. Buyur. Qoy olsun 23. 23 olsun. Okey. Açaq, mən də sənə arzulayıram ən böyük məbləğlə getməyi buradan. Mən də elə gəlir ki, burada 100 və 1 arası bir məbləğ olacaq. Dəqiq yuxuda görməmişik onu, amma həll eləyərik. Firuz kimləsə danışır indi, yoxsa öz-özüylə danışır? Xanım mənə dedi ki, içində 20 manat var. Dedim, onu bilmirəm, amma həll eləyərik sonra. Həll eləyərik. Firuz bu həqiqətən hamımızın sevgilisidir. Firuz, sizcə sizin daxili aləminiz digərlərindən daha dərin görsəndir. Mən belə başa düşürəm. Özünüzlə razılıqda yaşayırsınız maşallah, bizdən fərqli olaraq. Deyin görüm, sizcə hansı məbləğ ola bilər sizdə? Az olar. Az olar? Az olar. İndi 30 bin çıxsın biz də gülək. Firuz kimi. Ölərəm burada. Allah eləməsin. Allah eləməsin. O zaman qərarınız. Qərarınız bu Nuranə xanımın təklifi ilə olan qərarıdır. Diqqət. Görək Live Hospital'ın bu həmrəyliyimiz, birliyimiz Live Hospital'dan nə gətirir Fəraim üçün? Görək endirim kartı lazım olacaq dərhal, yoxsa yox? Nuranə xanım, mən, Fəraim, hamımızın diqqəti bu dəqiqə Firuzun çantasındadır. Diqqət. Endirim kartı bütün iştirakçılara verilir. Hamıya. Mən də orada. Burada 30 çıxsa mən də oradayım. Firuz, buyurun. Diqqət. Bu bir Live Hospital məsləhəti əsasında görək. Nuranə xanım. Biz Fəraimlə Live Hospital'a belə gələcək sizi görməyə. Çox gözəl bir təklifdir. Çok güzel bir teklifti. Teşekkürler. Nuranə Əliyeva, Live Hospital. Teşekkürler. Çok sağ olun. Əziz, qardaşını qulaq asmaqda sənə Nuranə xanım qulaq asın. Polad, əlbəttə, ürəyi istəyir səni qədər Fəraim, səni qədər yazdığı həyəcanlıdır. Polad, indi nə fikirləşsən əzizim? Polad çox həyəcanlıdır. Mən həmişə, bax, mehriban, bir-birini istəyən qardaşları görəndə çox sevinirəm. Allah sizin ailənizə həmişə möhkəm eləsin. Ürəkdən sevinirəm sizin bu mehribançılığınıza, dostluğunuza. Söz qardaş yox.
4 qardaşsınız. Bəli, bəli. Maşallah, maşallah. Bəli, bəli. Bacınız var yoxsa yox? Xeyr, 4 qardaş. Allah həmişə sizi mehriban eləsin. Həmişə elə bir olaq, bir-birinizi istəyib, can deyib, can eşidək. Əziz dostlar, Polad çox həyəcanlıdır. Hamımız həyəcanlıyıq. Sağ olsunlar, Ələ xanım. Davam edirik. Murad, İsmail, Kəmran, Afa buradadır. Afa 18 nömrəli çantanı açmıyor ama. Tərlanı 24 nömrəli çanta. Tərlanı saxlamışdı yadınızdasa, keçən oyunda Tərlan ən sonda qalmışdı. Sabahla necəsiniz, axşamınız xeyir olsun. Nə deyirsiniz, nə fikirləşirsiniz? Bilirəm ki 30 min buradadır. 30 min. 30 bin oradadır. Bəli. Savalanda. Bəli. Ona görə istəmirəm açmaq. Siz bilirsiniz də 2 dənə 30 bin yoxdur, bir dənə 30 bin. Yox, mən bir dənə dedim. İsmail artıq ehtimal edir ki, məndədir. Yox, İsmail 15 min deyir. Necə? İsmail yəqin böyük məbləğ deyəndə 15 min nəzərdə tutur. İsmail adı ilə dedi ki 30 min buradadır. Okey. İndi görək, mən hiss eləyirəm. Biraz diqqətli. Bizim Təranə xanımda 17 nömrəli çanta var. Nə fikirləşirsiniz? Gəlin bir qərar verək. Vaxtımız gedir. 21. 21. Uma, axşamınız xeyir olsun Uma. Namaz xeyir. Necəsiniz? Əla. Bizim kişi iştirakçılarımız elə sona qədər deyir ki, yox Uma alışmasın deyə çantanı, elə yansın bizə baxsın. Uma, sizin fikrinizcə, sizin çantada nə qədər pul var? Yüksək məbləğdə yoxsa aşağı? Hiss eləmirəm. Hiss eləmirsiniz eşin. Yəni qoy olsun. Uma öz oyununa qədər heç nə hiss eləmir. Ancaq öz oyununa. Deyəsən bütün hisslərini qoruyub saxlayır öz oyununa. Bu enerjini orada verəcək. Uma, qərar açın. 21 nömrəli çantanın sahibi bu gecə Umadır və... Uğurlar. Gəl. Və orada 1000 manat. Yaxşıdır, hər halda bu arada bizim iştirakçılar dedi ki, yaxşıdır. Pis deyil, yaxşıdır. 1000 manat hər halda 10.000 manat deyil. Əzizlərimiz, gəlin yaddan çıxartmayaq ki, bizdə orada Polad da bir təklif vermək istəyir. Polad, bəli, Polad. Bu günləri Eyvaz qardaşım 24 yaş tamam oldu. İstəyirəm 24 açılsın. Onu da hədiyyə elə o pulu ona. Eyvaz qardaşınız, doğma qardaşınız. Bir dəqiqə onda gelmeyin, onda gelmeyin, gəlin bura görün. Bugün 24 yaşı tamam oldu. Ürəkdən təbrik edirik Eyvazı birinci. İndi gəlin düşünək ki, Poladın təklifi Eyvazın, sizin 4 qardaşdan biri, ikisi buradadır, birinin ad günüdür. Eyvazın, demək 24 nömrəli çantaya üz tutur. Diqqət. Aça bilərikmi? Açın, Tərlan. Bütün qonaqlarımızı, tamaşaçılarımızı ürəkdən salamlayıram. Hamısına xoş gəlmisiniz deyirik. Fərhan bəyə onu deyirəm ki, mənə elə gəlir ki, 10 mindən aşağıdır. Mənim intuisiyam bunu deyir ki, 10 mindən yuxarı deyil. İstəyirsənsə açaq. Söhbət ondan gedir ki, Polad o çantanı seçdi, o ümidlə ki, orada az bir məbləğ var, hə? Az bir məbləğ olsa, əlbəttə sizin xeyrinizədir. Çox məbləğ çıxsa, o deməkdir ki, uduzduz o. Fikirləşirsiniz ki, orada 3, 5, 10 manat olar, hə? Polad. Nə biləm var. O zaman Poladın bir dəqiqə, Poladın təklifidir. Qərar Fərhim sizindir. Buyurun, açın. Eşidirəm, çantanın nömrəni səsləndirin. 24 açılsın. 24 nömrəli çanta açılır, diqqət. Açılmaq istəmir ha çanta deyəsən. Açılmaq istəmir. Mən özüm yaxınlaşım və görüm niyə bu problem yarandı. Diqqət. Tərlan 24 nömrəli çantanı açır. Burada olan məbləğ növbəti itkidir əlbəttə ki, yəni biləcək ki, 3 manat da olsa, 5 manat da olsa, 30 min də olsa, diqqət. 15 min. 15 min manat. Görürsünüz.
15 bin. 15 bin manat. Az değil. Bu arada teklif. Gelin bakaq. Bir kart teklifi neyden ibaret? Alo. Bu arada bir kart teklifi, bak bir de bu dəqiqə məyus olmayasınız diye 1380 manat. Teşekkür ederim. Ben bir şey soruşum. Feray, burada dikkatle düşünmeye değer. Derhal büyük məbləğlər itirə gelirsiniz. Açıq etiraf edeyim. Bəli, 30 bin manat bizim şovumuzun əsas hədiyyəsi hələ də oyundadır. Ama bu növbəti çantada da çıxa bilər. Ondan sonra 10 bin, 5 bin, 4 bin de çıxa bilər. 1380 manat bir kart teklifi bu dəqiqə nağd olarak size bu oyunu dayandırmak ve her halde az da olmayan 1380 manatla buradan ayrılmağa bir tekliftir. Oyuna devam ya tamam. Ferayim. Devam. Olsun devam. Mənə maraqlıdır. Görəsən bu 30 bin manat hansı çantada? Herhalde 10 binden de 10 bin de az değil. Hiç 5 bin özü de 4 bin. 1500 manat da. Adam durduğu yerde geldi. Ham onu tanıdı. Ham onu sevdi. Ve gel çıkartla sana bir 5 bin manat burada verdi. Azdı. Hiç Yok. de az değil. Bu 5 bini kazanmak için insan kifayet kadar eziyet çekiliyor. Bir il işləməlisən. Bir il işləməlisən. Əzizim, Feraim, növbəti çanta. Bax, bir daha ətrafa. Hamını gör ve kararını ver. Kamran ne deyir? 22. 22. Savalan. Artık ikinci defa müracaat olunur size. İstemezdim təəssüflənəsən, amma yenə qismət. Amma biraz istəyirəm ki, böyük məbləğdir. Məhz 30 bin. Olsun. Canın sağ olsun. Savalan, bir dakika. Gelin bilirim ki sizde ben de hamımız sevdiğimiz bir hisse var da televizyada. O reklamlardı. Gelin reklamlara birlikte bakak. Baxaq, bəli. Sonra derhal qayıdaq bizə. Reklamlar ATV telekanalında. Reklamlar bitti ve artık hiç kimi reklam eləmir. Yalnız biz burada 22 nömrəli çantanı seçtik sizinle. Elədir yoxsa yox? Qərar Ferayim özünündür. Savalan açsın çantasını yoksa yok. Gülistan xanım. 13. 13 nömrə. Gülistan axşamınız xeyir olsun. İsterdim ki burada az məbləğ olsun. İsterdim ki udasan. Gene de qərar sənindir. 13. 13 nömrəli çanta. Açım. Açaq. Uğurlar. 13 adətən nəsil rəqəmdir? Açın. Görək 13 nömrəli çanta nə gətirdi bizim iştirakçımıza? Üç manat. Əla. 3 manat. 3 manat. Çok güzel bir məbləğ çıxdı. Mən ən çox sevinirəm. Bax bu Əkbər müəllimə baxanda. O elə sevinir hər dəfə balaca bir məbləğ çıxanda. Əkbər müəllim sevindiyi qədər mən ikinci belə sevinən asla insan görməmişəm. Allah elə sizi də qismət eləsin və buradan gözəl bir uduşla çıxarsınız. Əziz dostlar. Selamlar apasını vereceğim. Ama Gülstan teşekkür edirik. Çok sağ olun. Maraqlı bir açıklamaydı ve yaxşı başladık. Yaxşı gedirik. Gəlin görək. Elə 30 bin oyunda da ha. Bəlkə də 30 bin elə buradadır. Bu çantada. Murat, İsmail ve
Kamran. Afa buradadır. Savalan hərədi 22 deyə qalmış. 17 nömrəli çantanın sahibi Təranə xanım qərar. 1, 24, 9 Murad. 9 Murad. 9 nömrəli çanta. Hər kəs salamlayıram. Çox sağ olun. Fərayim uğurlar. Diqqətinizə çatdırım ki, 9 mənim üçün uğurdur, həyatımın uğurudur. 9-cu ay ayın 9-u saat 9-da doğulmuşam və həyatımın digər uğurları 9-la bağlıdır. Hətta keçən həftə Almaz xanıma 19, yenə 9-la bağlı 5 manat. Ümid Yəni bu edirəm. dəfə də. Hələ 5 manat ortadadır. Bəli, ümid edirəm yenə aşağı rəqəm olar. Ən azı hisslərim deyir ki, burada 30 min yoxdur. Əminəm hisslərimə. Əminlik də deyir ki, 30 min yoxdur. Yenə də fikir sənin. Açım. Aç. Açım. O zaman qərar 9 Aç. nömrəli çanta və Murad açır. Murad, 9 rəqəmi deyəsən ancaq özünüzə düşər dedi. Digərinə yox. 30 min manat şoumuzun əsas hədiyyəsi oynanıldı. Daha doğrusu uduzuldu. Mən düşünürəm ki, bayq təkliflərinə, mən düşünürəm ki, bir kart təkliflərinə diqqətlə yanaşmaq lazımdır növbəti zəng gələndə. Amma yenə də yaddan çıxarmayaq. 10 min manat az olmayan məbləğ. 10 min manat şouda yenə də var. 5 min, 4 min, 1500 və aşağı. Vaxt gedir. Seçiminiz Fərayim. 4. 4. Ziba xanım. Fərəhim heç də keyfini pozma. Qarşıda 4000 var, 5000 var, 10000 var. Güman eləyək ki, uğur sizlə olsun. Amin. O mənim oyun, bu mənim oyunum olmalıydı. Keçən dəfə dedim, intuisiya mənə dedi ki, çantamda yüksək məqləb var, o da çıxdı Almaz xanımda. Amma bu dəfə intuisiya mənə deyir ki, burada azdır. Azdır. Qərar 4 nömrəli çanta açılsın. Qərar Fərayimindir. Uğurlu olsun. Uğurlu olsun. $1500. O da pis deyil. O qədər də pis olsun. Gəlin açıq etiraf edək. Gələ lazım olan məbləğ qarşıdadır. 4000, 5000 və 10000 böyük məbləğlər qarşıdadır. Vaxt verməyək. Zəng gəlir. Diqqət. Bu dəqiqə mən xatırladım ki, bütün rabitəmiz, bütün əlaqələrimiz, hər biri bizə yalnız və yalnız Baksel sayəsində mümkündür. Baksel'e dərin təşəkkürlər. Xatırladıram ki, şoumuzun sponsoru Baksel'dir və Baksel'lə siz sürətli data kartı internetle qoşulmaqla, bu sürətli karta qoşulmaqla, Baksel'in bu xidmətlərinə qoşulmaqla siz sürətli internet əldə edirsiniz. Baksel'ə biz dərin təşəkkürümüzü bildiririk. Baksel'in abunəçilərin sayı günü-gündən artır. Ona görə ki, hamı Baksel'i seçir. Həm gözəl sərfəli qiymətlər, gözəl xidmət və eyni zamanda gözəl imkanlar. 3w.baksel.com bizim əsas rabitə vasitəmiz, sponsorumuz və dostlarımız. Minnətdarım. Üzr istəyirəm, məcbur oldum sizi xəttə saxlayım. Bu dəqiqə olan təklif belədir. Məyus olmayırsınız deyə. 1200 manat. Təşəkkür edirəm. Davam.
Feray, mən dediyim kimi, gördüyünüz kimi keçən təklifdən daha azdır. Nəyə görə? Mən başa düşürəm. Böyük məbləğlərin çıxmaq ehtimalı daha çoxdur, nəinki balaca məbləğ. Balaca məbləğlər daha çox paylanılır bu dəqiqə hər yerdə. Amma böyük məbləğlər azdır. Vaxtımız da azdır. Davam ya tamam. 1200 manata davam ya tamam. Diqqətlə baxın. Tamam. Tamam. Beş dənə balaca rəqəm var. 1200 manata bəli. Bir kart təklifinə təşəkkürlər. Çox sağ olsunlar. Öz çantanızı 1200 manata nağd pula dəyişdirdiniz. Təşəkkür edirəm. Bu da bir şansdır. Və mən əminəm ki, siz hörmətli tamaşaçılar bu dəqiqə bəlkə də bunu anlamadınızsa, başa düşmədinizsə, mən bu həyəcanı burada hiss edirəm. Böyük bir məbləğlər itiriləndən sonra, gedəndən sonra Fərayimdə elə bir hissiyat yarandı ki, müəyyən bir içərisində şübhə var. Və bu şübhə yarandı və mən başa düşürəm. 1200 manat qəbul olundu. Çanta qaytarıldı şouya. Və burada şoumuzun ən maraqlı hissəsi başlayır. Fərayim, ehtimal edək ki, 1200 manat bir kart tərəfdən sizə mütləq veriləcək. Arxayın ola bilərsiniz və Kapital Bank bizim uduşumuzun və bütün bu verilən məbləğlərin təminatçısıdır. Amma gəlin ehtimal edək ki, siz oyuna davam dediniz və bu çanta sizdədir. Növbəti açacağınız çanta hansı olardı? İstəyirəm bir rəqəmi açılsın, baxaq. O vaxtı, Şəla xan, buyurun, vaxt itirmədən açın. Oyunda qalsaydı biri seçəcəkdi. Biri seçsəydi, növbəti çıxacaq məbləğ bu olacaqdı. Açın. 10.000. Məncə sevinməyə dəyər. Bu arada sevinməyə dəyər. Sən nə yaxşı mən. Növbəti çanta hansı olacaqdı? Bu arada çox doğru bir seçim etdiniz. 8 açılsaydı növbədə, deyək ki, 10.000 yığışdırıldı. Belə bir vəziyyət gözləyəcəkdi bizi 1200'ü qəbul etməsəydiniz. Buyurun, İsmail. 5.000. Çox doğru bir seçim etdiniz ki, təklifi qəbul etdiniz. Növbəti çanta 5.000 də pul ağacından aldıq. 2 dəfə getdim 22-nin üstünə, geri qayıtdım. 3-cü dəfədə aç görək orada nə var. Açın, açın. Artıq gecdir, qərar verməyə gecdir. Amma yenə də ortada ən çox qazansaydınız 4.000 qazanacaqdınız. Gəlin görək, bu 4.000 də bu arada çıxacaqdı, yoxsa yox? 50 manat, gələk açaydınız. Çox heyif. Növbəti hattımız nə olacaqdı? 50 manat da pul ağacından alındı. Və belə bir mənzərə gözləyərdi bizi. 1200'ü almasaydınız, oyuna tamam deməsəydiniz. Növbəti çantanız olacaqdı. 20. 20, Rüsal. Növbəti çanta siz açılacaqdı, bəli. Açın. Axşamınız xeyir olsun. Bəli, axşamınız xeyir olsun. Amma çox heyif ki, şou ərzində, yəni çox heyif deyildi. Mən bu dəqiqə vəziyyəti daha çox sizin üzərinizdə, sizin uğrunuza hesab edirəm. Açın. 5 manat. Maraqlı, 5 manat da getdi. Oyun davam edəcəkdi. Oyun davam edəcəkdi, hörmətli tamaşaçılar və növbəti açılacaq. 18. 18. Afa xanım açacaqdı 18'i. Afa xanımın kimi... Bu çanta açılsaydı 20 manat gözləyirdi sizi. 3 çanta qalana, bax belə bir vəziyyət idi. 10 manat, 100 manat və 4.000. Mən bu dəqiqəyə yenə də sizin o təklif qəbul etməyinizi daha müsbət hesab edirəm. Gəlin növbəti çantanı seçək. 17. 17 çantası açılsaydı nə gözləyirdi bizi? On manat və nəhayət bir dəqiqə. Hörmətli tamaşaçılar, bir dəqiqə. 2 çantamız qalacaqdı. 2 çantamız qalacaqdı. Bir dəqiqə. 2 çantamız qalacaqdı, Kəbran. Və bu arada
sizə bir zəng gəlib təklif olunacaqdır. Çantaları dəyişək yoxsa saxlayaq? Hər halda yadınızdadır da. Uduş yalnız masanın üzərində olan, sizin yanınızda olan çantadadır. Dəyişərdiniz çantalarınızı yoxsa saxlayardınız? O 100 manatla 4000 arasında. Yox, dəyişməzdim. Öz çantamı açardım. Dəyişməzdiniz. O zaman gəlin baxaq görək sizin çantanızda hansı məbləğ olacaqdır? Və müvafiq olaraq biləcək o birisi çantada hansı pul olacaqdır. Beləliklə, sizin uduşunuz 1200 manatı qəbul etməsəydiniz, məhz bu qədər olacaqdır. 100 manat. Buyurun Kamran açın və gəlin baxaq görək Kamran açsaydı 4000 itirəcəydiniz. Məncə bir kart sizi xilas etdi. Bir kart təklif sizi xilas etdi. Çox sağ olun, minnətdaram. Qaray, ürəkdən təbrik edirəm, minnətdarımızı bildiririk, çox sağ olun. Xatırladıram ki, bizi hələ hədiyyələr gözləyir. Mən böyük məmnuniyyətlə sizə öz hədiyyələrimizi təqdim etmək istəyirəm. Bizim rabitə təminatçımız olan Baksel'dən xüsusi bir hədiyyə, hər çıxan iştirakçıya bax, belə bir xüsusi Baksel'dən təsəllilici hədiyyə. Data kart, sürətli bir kart, işiniz yaxşı geçsin, daha gözəl olsun. Və seve-seve böyük məmnuniyyətlə bizim yeni bir, çox gözəl bir məhsul var. Onu sizə təqdim etmək istəyirəm. Bizim dostlarımız Azərbaycanda ilk selektiv parfümeriya brendi təqdim edir. Bu brendin adı Unique'dir və xüsusi bir hədiyyə ilə sizin ixtiyarınıza verilir. Unique'dən xüsusi bir hədiyyə sizə və yaxınlarınıza. Çox sağ olun, ürəkdən təbrik edirəm, minnətdarımızı bilirəm. Mənim fikrimcə siz bugün utdunuz. Çox sağ olun. Minnətdaram. Öz iştirakçı dostlarınızla sağollaşa bilərsiniz. Mən isə hər zaman olduğu kimi geyimlərə görə dostumuz Hikmət Hüseynova və Eminent Modalar evinə dərin təşəkkürümü bildirirəm. Hər zaman yaraşıqlı görsənməyimizin səbəbi məhz onların geyim məsələləridir. Çox sağ olsunlar. Bu həftə, hörmətli dostlar, hörmətli tamaşaçılar və hər birinizə bu həftə tamam. Gələn həftə M-Group Production, White Media və Endemol Shine'ın təqdimatında ATV telekanalında həftənin birinci gün saat 22:00'da davam ya tamam. Əliniz pulla oynasın. Görüşənə qədər sağ olun.